Salam, hər kəs salamlayıram. Dostlar, mən bugün bir məsələdən danışmaq istəyirəm. Fərqindəsinizsə, Türkiyədən Azərbaycana gələn xeyli sayda bloger, xeyli sayda içərik ürəticisi Azərbaycanla bağlı son 2 ildə durmadan gözəl şeylər paylaşırlar. Təbii ki, bu Azərbaycanın turizminə də çox böyük katkıda bulunur və Türkiyədən Azərbaycana gələn ailələr, ora köçən ailələr ya da qızların Azərbaycanlı oğlanlarla evlənməsi də artır. Əslində bu çox gözəl bir şeydir və mən də bundan çox sevinirəm. Və bu həm ölkəm adına, həm də Türk dünyasının yaxınlaşması adına çox önəmli bir şeydir. Düzdür, bu paylaşımların altına Azərbaycandan bir sürü, eyni zamanda Türkiyədən bir sürü insanlar girər, abuk-sabuk yorumlar yazar filan, amma Türkiyədə, Azərbaycandakı insanlar da bunların kim olduğunu bilirik. Amma son günlər yəqin ki, diqqətinizi çəkib bəzi içərik üreticiləri və bəzi blogerlər törədi ki, bunlar Azərbaycana gedir və Azərbaycandakı o gözəl şeyləri göstərmək istəmirlər. Turistlərin gəzə biləcəyi tarixi yerlər, Qarabağın qazanmasında qəhrəmanlıq göstərən şəhidlərimiz haqqında filan yox. Sadəcə sürücülük belgesini rüşvətlə alıblar, filan şeyi eləyiblər, filan şeyi falan. Yəni Azərbaycanla bağlı kötü bir şey göstərməyə çalışırlar. Bax, mən buradan bütün dostlarımıza deyirəm və bunun altına da eynən o biri digər yaxşı deyənlərin altında gedib pis şeylər yazanlar bunların altına gedib düz deyir falan filan. Baxın, dünyanın hər yerində, Türkiyənin özündə də negativ hallar çoxdur. Rüşvət Amerikasından Avropasına, Türkiyəsindən Azərbaycana qədər bu bir bəladır. Və nə yazıq ki, insanoğlunun varoluşu gündən bu günə belədir. İdeal insanlar da var hər ölkədə və mən bu rüşvəti ən çox eleştirən bir qəzetçiyəm Azərbaycanla bağlı və könül istəyərdi ki, beyinlər, kafalar değişsin. Amma hamının keyfi istəyənin gedib 750 manat, nə bilim 1000 manat, 1500 manat verib kimlik alacağını, yəni məsələn, şəxsən mən bir qursuq almışdım və bunu da hamı bilir. Dalaşa almışam. Amma almışam. Yəni sən haqqını tələb etməzsən, gedib müəllimə, gedib prav aldığın yerə, nə bilim, üzr istəyirəm, sürücülük belgəsi aldığın yerə rüşvət verərsən, o da sənin pulunu alıb yeyəcək, üstündən də su içəcək. Sən bunu verməzsən, oxumaq istəyərsən ki, sürücülük kursları var, gedərsən. Bütün alanlar belədir. Ağlamayana bizim orada deyirlər ki, məmə yoxdur. Və Türkiyədə də belədir və dünyanın hər yerində belədir. Sən haqqını bilirsənsə, gedib dirəşirsənsə, biraz zor olur, amma alırsan. Amma elə insan vardı ki, eşiyoxu gedib gözləməyim, rüşvətimi verim, növbəsiz keçəm. Avtobus dayanacağında belə gəlib sıramızı bəkləyirik. Və mən dörd-dörtlük deyil, Azərbaycanda kifayət qədər eleştirəcək şeylər var. Bu biz jurnalistlərin işidir. Amma bu bloger adı ilə Azərbaycana gələnlər dövlət bir yoxlamalıdır. Eyniləri də Azərbaycandan Türkiyəyə gəlirlər və bir baxırsan paylaşıb. Azərbaycanda hər yerdə bayraq var da Türkiyədə niyə bizim bayrağımız yoxdur? Birinci, Azərbaycanda Qarabağ savaşından sonra olub. Azərbaycan xalqının da bunu asma səbəbi bəllidir. Həm 1918-ci ildə, həm də 20-ci ildə Azərbaycanın erməni işğalindən qurtulmasında və bölgələrimizin qurtulmasında Türkiyə Cumhuriyyətinin böyük bir rolu var. O bayrağı asan xalqın da buna görə asır. 2. Türkiyə Cumhuriyyəti 85 milyondur, 95 milyondur və burada fərqli millətlər də var. Sən onların hamısının içərisində Azərbaycandakı say qədər bayrağı görmən mümkün deyil ki, mənim yaşadığım İzmir şəhərində elə qarşımdakı binada Azərbaycanlı yoxdur, amma balkonunda Azərbaycan, Türkiyə və Turan bayrağı asan ailələr var. Tanıyıram. Öz bayrağımı demirəm, öz şeyimi demirəm. İkinci, bu nə kafadır, bu nə zehniyyətdir? Niyə yoxdur ki? Bizdən yaltağı yoxdur, nə bilim nə. Bu yaltaqlıq deyil, geri zəkalılar. Bu qədirşünaslıqdır. Siz Rusa, İsrailliyə, Erməniyə girənşiklik edirsiniz. O da qardaşının ona yaptığı vəfanı unutmur. Bunu da bir kənara qoyaq. Bu bizim ağlı bir yerimizdir. Mən buradan üzümə həm Azərbaycandakilərə, həm Türkiyədəkilərə tutub deyirəm ki, dəyərlilərim, bu qələti eləyənlərin heç biri bizdən deyil. Bu it kimi havlayıb gəlib o sosial medyada o yorumların altında zingildiyən köpəklər bizdən deyil. Hətta gəlib Azərbaycanı pisləyən ya da Azərbaycandan gəlib Türkiyəni pisləyənlərin etnik kökənini araşdırsanız Türk olmadığını anında görəcəksiniz. Bu bunların DNA'sıdır. Qan qrupunu yoxlamanıza gerək yox. Zaten
bizə baxış açıları və o ağızlarını açarkən üfunət qoxmağından bizdən olmadıkları bəllidir. Təşəkkür edirəm.